İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni ki, şəhər tamamilə Ermənistan dövləti tərəfindən dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti idi. Bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. İşğal dövründə Ermənistanın Azərbaycana qarşı apardığı siyasət təkcə hərbi işğalla məhdudlaşmayıb. Məqsədli şəkildə talançılıq və dağıntılar həyata keçirilib. Məscidlər, qəbirstanlıqlar, tarixi və mədəni abidələr məhv edilib. Evlər sökülüb, təbii sərvətlər qanunsuz istismar olunub, ərazilər kütləvi şəkildə minalanıb. Postmüharibə dövründə isə mina partlayışları onlarla vətəndaşımızın həyatına son qoyub. Bütün bu faktlara baxmayaraq, beynəlxalq təşkilatlar uzun illər Ermənistanın törətdiyi cinayətlər qarşısında səssiz qalıb. Nəticə etibarilə, əgər IŞİD terrorçuları Palmira abidələrini dağıdanda ona verilən reaksiya nə qədər dəhşətli idisə, Azərbaycanın ərazilərində baş verən dəhşətli dağıntılara münasibət və susqunluq da o qədər əslində faciəvidir. Cinayətin qarşısında susmaq, cinayətə haqq qazandırmaq anlamına gəlir. Bu, yalnız beynəlxalq təşkilatların, o cümlədən Bədnam ATƏT-in Minsk qrupunun fəaliyyətində nəzərə çarpmırdı. Faktlar göstərir ki, işğal illərində Ermənistana milyardlarla dollar dəyərində silah-sursat verilib. Bu da münaqişənin uzadılmasına xidmət edib. Bu proses hələ 1998-ci ildə başlayıb və illər boyu davam edib. 2016-cı ildən sonra İskəndər M raketlərinin Ermənistana verilməsi, 44 günlük müharibə zamanı isə Rusiya və İran üzərindən silah daşınmasına dair yayılan görüntülər bunu açıq şəkildə sübut edir. Ermənistanı silahlandırmaqla nəticə etibarilə prosesin Ermənistanın xeyrinə dəyişməsi üçün bir yol, bir vasitə də uyğun bir zaman axtarırdılar. Və bu zaman kəsiyində də beynəlxalq ictimaiyyət adlandırdığımız artıq faktiki olaraq öz ədalət hissini itirmiş bir amorf bir qurum, təsisat Ermənistanın silahlandırılmasına, işğal faktoruna, Azərbaycanlıların öz yurd yerindən didərgin salınmasına, ölkəmizin ərazisində soyqırmaqların həyata keçirilməsinə Ermənistan tərəfindən hər hansı bir münasibət bildirmədilər. Postmüharibə dövründə isə Ermənistan və ermənipərəst dairələr anti-Azərbaycan fəaliyyətlərini davam etdirir. Azərbaycanda mühakimə olunan müharibə cinayətkarları məqsədli şəkildə əsir kimi təqdim edilir, onların azadlığa buraxılması tələbləri irəli sürülür. Eyni zamanda Qarabağı öz istəyi ilə tərk etmiş ermənilər barədə güya zorla köçürülmə iddiaları əsassız şəkildə gündəmə gətirilir. Anti-Azərbaycan kampaniyası genişlənir və burada sülh əleyhinə fikirlər formalaşdırılır. Güya ki, Azərbaycan Qarabağın dağlıq hissəsində ermənilərə qarşı repressiv addımlar atılır. Əslində, ermənilər Azərbaycan ərazisini könüllü olaraq tərk ediblər və bunu sübuta yetirən çox saylı faktlar, video görüntülər, eləcə də BMT-nin missiyasının sənədləri təsdiq edir. Bugün sülh danışıqları aparılsa da, Azərbaycan xalqı tarixi unutmur. Xocalı soyqırımı, işğal illərində törədilən cinayətlər və 1 milyondan artıq vətəndaşın yaşadığı faciələr bizim qan yaddaşımızdır. Tarixdən dərs çıxarmaq, bu həqiqətləri daim xatırlamaq və xatırlatmaq gələcək təhlükəsizliyimizin əsas şərtidir.